Xəyanətə səbəb nədir? Bəli, xəyanət necə baş verir? Nə üçün insan bir-birinə qarşı xəyanət etmək məcburunda özünü hiss edir və yaxud da edir? Belə ki, dostlar, hər mövzu haqqında mən danışdıqda rəylərdə hamı elə bilir ki, həyatımda baş vermiş hadisələri danışıram. Öncədən deyim ki, xeyr, bu belə deyil. Həyatımda baş verən hadisələr deyil. Sadəcə olaraq mən bir psixoloqam və mənim yanıma gəlib dərdini, problemini anladan insanların həyatına baxıb analiz edirəm və nəticəyə gəldiyim mövzular haqqında hansı mövzuları ki, işıqlandırmaq istəyirəm, onları sizlərlə paylaşıram və sizin də fikirləriniz mənim üçün çox önəmlidir. Belə ki, çox müraciətlər var. Yoldaşım mənə xəyanət edir. Nə edim, doktor? Nə məsləhət görürsünüz? Burada bunu deyə bilərəm. Xəyanət varsa əgər, İlk növbədə baxmalıyıq səbəblərə. Təbii ki, mən qısa danışacağım bu haqda. Ətraflı danışsaq artıq bir terapiya etmiş olmalıyıq. Tam dərinə getmədən deyəcəm ki, ilk növbədə gənclər ən çox xəyanət dedikdə ağla gələn təbii ki, qadının kişiyə, kişinin qadına olan xəyanəti nəzərdə tutulur. Burada onu demək istəyirəm ki, ailə qurduqdan sonra yaranan xəyanət. Belə bir misal var, deyirlər, evlilik aşkı öldürüyor mu? Bəzən düşünürük ki, bu belə ola bilərmi? Xeyr, onu deyim sizə ki, evlilik aşkı öldürmür, yəni evlilik sevgini öldürmür. Sadəcə olaraq insanlar özləri bəzi yanlışlara yol verir. Bu da təbii ki, keçmişdən gələn travmalara əsaslanaraq, dayanaraq baxır ki, xəyanəti edən və yaxud da qısqanclığı edən hansı tərəfdir? Onun keçmişinə baxırıq, həyatına baxırıq, böyüdüyü ailəyə baxırıq. Xəyanət özü əslində mənə xəyanət olunub deyirsinizsə, xəyanət sizə olunmayıb. Xəyanətə edən insan özü-özünə edir. Siz olmasanız, yerinə bir başqası belə olsa, həmin insan həmin hərəkəti yenidən təkrar edəcək. Çünki artıq onun öz daxili problemidir. Xəyanətə bəzən təkanlar nə olur? Təbii ki, buna da nəzər salsaq, ailə qurduqda və yaxud da nişanlılıq dönəmində, sevgililik dönəmində kiminlə danışırsan, mənə getdiyin yerdən konum at. Hardasan, nə edirsən, yox, ora getmə, bunu etmə kimi qadağalar, müəyyən qarşı tərəfin ağlına gəlməyəcək olan hadisələri, qarşı tərəfin ağlına gəlməyəcək olan hərəkətləri, düşüncələri siz o insanın ağlına gətirirsinizsə, təbii ki, xəyanətə uğrayacaqsınız. Çünki artıq insan sıxılacaq, bezəcək, bunalacaq və təbii ki, xəyanətə əl atacaq. Ona görə də mən hər zaman demişəm və deyəcəm ki, münasibətdə gəlin bir-birimizi sıxmayaq. Münasibətlərimizdə bəzi şeylər üçün tələsməyək, tez qərarlar verməyək. Bir-birimizi tanımağa zaman ayıraq və tanıdıqca sıxmayaq. Getmə, gəlmə, etmə. Qarşındakı insan istəyir xanımdır, istəyir bəydir. Bu da bir insandır. Onun da hüquqları var. Onun da həyatı var. Sən onun həyatını məhv etməməlisən. Və insan bir-birinin həyatına gəlir ki, onu xoşbəxt etsin, həyatı sevə-sevə, doya-doya yaşasın. Əgər ki, siz keçmiş travmalarınıza dayanaraq, əsaslanaraq qarşınızdakı insanı yormağa, incitməyə, boğmağa başlayacaqsınızsa, mütləq ki, xəyanətlə qarşılaşacaqsınız. Xəyanət olmursa, öncə özünüzə baxın, sonra qarşınızdakı insanın travmalarına nəzər salın. Əgər bu sizin üçün çətindirsə, o zaman peşəkarlarla, yəni psixoloqlarla, psixoterapevtlərlə əlaqə saxlayın.